لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Sonra növbəti bab gəlir. Buyurur, Bəbu bunyanil məscid. Məscid tikmək babı. Məscid tikmək babı. Və qalə, İmam Buxari gətirir, Əbu Səidin, yəni burada müəlliq rivayətlər gətirir. Və qalə Əbu Səid, kənə səqful məscidi min cəridin nəxl. Peyğəmbər sallallahu aleyhi ve sellem məscidinin deyir, tavanı, damı xurma ağacının budaqlarından, xurmanın yarpaqlarından, yəni xurmanın o yarpaqlar birisi uzun budaqlarından ibarət idi. Və həmçinin sonra İmam Buxari gətirir, Ömər bibinə'il məscidi. Ömər öz vaxtında, yəni xəlifə olan vaxtı məscidi tikməyə əmr edir, yəni genişləndirməyə əmr edir. Və qalə kinnən nəsə minəl mitar. Deyir ki, yəni insanları yağışdan qoruyun. Və iyyəkən tuhəmmira əv tusaffira fətəftinən nəs. Deyir ki, amma nə onu qırmızı rənglə, nə də sarı rənglə boyuyub insanları fitniyə salmayasan. Yəni məscidi boyama, bəzəmə. Yəni tikən insana deyir. Və qalə Ənəs, həmçinin Ənəs demişdir. Yətəbəhəvnə bihə thumma la ya'murunəha illə qalilə. Onlar deyir məscidlərlə, yəni məscidlərin tikilməsi ilə öyünərlər və onu yalnız imar etməzlər. İmar nədir? Yəni onu abadlaşdırmazlar o mənada ki, yəni onu namazlara getməzlər. Yəni məscidə abadlaşdırmaq nədir? Orada namaz qılmaq, ibadət etmək, onları artırmaq, bunu etməzlər. Yalnız zahiri gözəlliyindən öyünərlər. Və qal İbn Abbas, həmçinin İbn Abbas demişdir. Lətuzəxrifunnəhə kəmə zəxrafətil yahudu və nəsara. Deyir ki, siz məscidləri, yahudi və nəsranilərin öz kilsələrini bəzədikləri kimi, siz də məscidlərinizi bəzəyəcəksiniz. Məscidləri bəzəmək nədir? Qadağandır. Və İmam Buxari bab açmaqla bizə bildirmək istəyir ki, məscidlərin tikilmə forması necə olmalıdır? Məscidin heyəti, forması necə olmalıdır? Əbu Səidin hədisi, kəni səqfə məscidi min cərid nəxil, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məscidinin tavanı xurma yarpaqlarından, xurma budaqlarından ibarət idi. O hədisin bir hissəsidir. Hansı ki, orada Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, yağış vaxtı, yağış yağır və yağış damdan, yəni məscidin içinə axır. Yəni budaqların arasında yağış, güclü yağış olur. Və uqimətü salə, yəni namaza iqamə verilir. Fəraid Rasulullah sallallahu əleyhi və səlləm yəscudu fil ma'i vət-tin. Və mən deyir Peyğəmbər sallallahu əleyhi və səlləm su və palçığa səcdə etdiyini gördüm. Hətta raitu əsərat-tin fi cəbhətihi. Hətta o duranda, yəni palçığın izlərini onun sallallahu əleyhi və səlləm alnında gördüm. Bu hədisin bir hissəsini İmam Buxari müəlliq olaraq gətirib, yəni məscidin tikilməsinə, heyətinə aid olan tərəfini. Həmçinin Ömərin radiyallahu anhunun məscidi genişləndirərkən gətirdiyi söz, yəni ki, o məscidi genişləndirməkdən məqsəd nə idi? İnsanlar oraya sığışsın, yerləşsin, amma Peyğəmbər sallallahu əleyhi və səlləm necə saxlamışsa, necə idisə məscidi elə də saxlayır. Heç nəyi dəyişmir, sadəcə olaraq nədir? Genişləndirir. Necə Allamə Sənəani deyir ki, və dəlikə ənəhu leysəl məqsudu min binəl məscidi illə ən tuqinnən nəsə minəl harr vəl-qurb. Və deyir ki, buna nəyə görə? Çünki məscidin tikilməyində məqsəd insanları isti və soyuqdan qorumaqdır. Ki, onlar rahat ibadət edə bilsinlər. Daha yəni bəzəmək, böyük, yəni hündürləşdirmək və s. şeylər məqsəd deyir. Və şeyx də buradan götürür ki, və bu əgər məqsəd budursa, ona görə məscidlərdə hal-hazırda kondisionerlərin, ventilatorların və yaxud da ki, istilik sistemlərinin quraşdırılması məqsədə uyğundur, orada heç bir problem yoxdur. Və iyyəkən tuhəmmirə və tusaffirə fətuftinən nəs. Və deyir ki, sən nədir, çəkinəsən nədən? Məscidi qırmızı, sarı rənglərə boyuyub insanları fitniyə salmaqdır. Nədən fitniyə salırsan? İnsan məşğul olur, dünya gedir və namazdakı məqsəd olan huşu itir. Və bu da, yəni rənglər nədir? Yəni diqqət yayındıran, bəzək rəngləridir. Ona görə Ömər bu rənglərdən çəkindirib. Onları namazlarında məşğul edib, onların fikrini yayındırmasın deyə. Ömər radiyallahu anh diqqət etsə, burada ən aşağısını xəbər verib. O da nədir? Boyamaq. Yəni boyamaq nisbətən yüngüldür. Müəyyən, yəni ağ rəngə, boz rəngə, o diqqət cəlb eləməyən rənglərə boyamaq olar. Başqa rəngə boyamaq ən yüngülüdür. O ki qaldı, ondan daha böyüklərini zikr etməyib. Çünki ən aşağısından qapını bağlayıb ki, icazəli deyil, etməyin. Və Şeyx Albancı deyir, bu məscidin açıq aydınına fayda götürülür. Məscidlərin boyamağının, yəni alimlər
məkruh görüblər. Məscidləri bəzəmək, boyamaq, yəni müxtəlif naxışlar vermək, indiki günümüzdəki kimi bunu məkruh görüblər. Ən savab dediyimiz kimi insanları məşğul edir. Həmçinin burada mal dövlətin, var dövlətin boş-boşuna malın, yəni israfı var. İnsanları dinə yox, dünyaya tərəf, yəni dünya ilə fitnəyə salır, insanlar dinə yox, məscidə yox. Yəni məscid nəyə görə ki, ibadətə görə, yoxsa necə ki görürsünüz bu gün halımızda çox müsəlmanlardan məscidləri bəzi gözəl məscidlər tikirlər, hətta turistləri, kafirləri cəlb edirlər, ola gəlsinlər, baxsınlar. Bunlar hansı məscidlərin tikilməyinin məqsəd deyil, məscidlərin tikilməyinin qəsdi deyil. İbn Battal necə deyir, rahiməhullah? Ömər bunu hardan başa düşmüşdü? Peyğəmbər sallallahu əleyhi və səlləm ona verdiyi köynəyi, o bəzəkli, naxışlı köynəyi Əbi Cəhmə qaytarır. Nəyə görə? Onun üzərində olan o naxışlar Peyğəmbər sallallahu əleyhi və səlləm ki, mənim namazlarımdan ayırdı. Və Ömər Allah alim deyir ki, yəqin buna görə bu dəlillərdən biridir ki, məscidləri bəzəmək də bu babdan gedir. Yəni insanları fitnəyə salıb, insanları namazdan ayırırsan. Baxmayaraq, həmçinin xüsusən də Ömərin vaxtında radiyallahu anh, Allah Teala dünyanı müsəlmanlar açmışdı, var dövlət, yəni xəzinələr hər tərəfdən, fətihlər sayəsində Mədinəyə axışırdı və Ömər radiyallahu anh bununla bərabər dünyaya aldanmadı. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məscid necə isə elə qoymağa çalışdı, özündən sonra elə qoymağa çalışdı və insanların dünya fitnəsinə uymayıb bu şeylərdən çəkindirmək istədi. Məscidləri alimlər qeyd edirlər ki, ilk dəfə bəzəmək fitnəsi, bəzəmək bidəti Əl-Vəlid ibn Abdülməlik keçən dərs götürmüş, hansı ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrini məscidin içinə daxil edən həmən xəlifə, hansı ki, ona Əbu Umeyyənin mühəndisi ləqəbini vermişdilər. O, yəni kafir dövlətlərin tikintilərlə, yəni fitnəsinə düşmüş adam idi. Yəni mühəndis, arxitektor bu fitnəyə düşmüşdü və məscidləri ilk dəfə əmr edir ki, məscidləri bəzəməyə. Və onun bu feilini də alimlərin əksəriyyəti inkar ediblər. Necə ki, bu arada Xattabi danışıb. Və alimlər, yəni Bəğavi Xattabi qeyd edirlər ki, bunun hökmü nədir? Məkruhdur. Bunun hökmü məkruhdur. Peyğəmbər sallallahu əleyhi və səlləm məşhur hədisdə evlərin divarlarını bəzəməyi qadağan edibsə, məscidlər bundan daha övlədir, bundan daha öndədir. Sonra İmam Buxari Ənəsin hədisini gətirir. Yətəbəvhəvnə bihə thumma la ya'murunha illa qalilə. Onlar məscidləri tikməklə öyünürlər, amma onu abadlaşdırmaq yalnız və az bir insan abadlaşdırır. Yəni ibadət edən azdır, məscidlərin əsas məqsədini yerinə yetirən azdır. Və bunun hökmü Ənəsdən gəlir. Bunun hökmü, yəni forması məvquf olsa da, yəni səhabənin rivayəti olsa da, mənası nədir? Mərfu'dur. Mərfu nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm. Çünki bunu Ənəs özündən gələcəyi bilə bilməz. Mütləq ki, o Peyğəmbər sallallahu əleyhi və səlləm eşidib, onu elə danışır. İnsanlar bugün gördüyümüz kimi məscidlərin tikilməyində müsəlman dövlətlərinə yoxsa öyünürlər, amma ora gedən, zikr edən, elm alan çox azdır. Və bu da necə Peyğəmbər sallallahu əleyhi və səlləm öz hədisində bildirib, qiyamət saatının əlamətlərindəndir. Və en taral hufatal urata alatin ri'a'il şa yətədəvəluna fil bunyan. Yəni başı açıq ayaqyalın, yəni lüt çobanlar, yəni kasıb çobanlar böyük binalar, uzun binalar tikmək uğrunda yarışacaqlar. Bu məşhur rivayəti Cəbrayilin hədisi bilirsiniz. Və əlbəttə burada bütün binalar deyəndə bura həm məscid, həm də qeyri binalar nəzərdə tutulur. Necə ki bu günümüzdə hamısı mərufdur. Və açıq aydın Ənəsdən rivayət gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, insanlar hətta la yətəbəhən nasu bil məsacid. İnsanlar məscidlərlə öyünmədikcə qiyamət saatı qopmayacaq. İnsanlar məscidlərlə öyünmədikcə qiyamət saatı qopmayacaq. Və bu da məscidlərin bəzənməsi nə olur elə olur ki, necə Sənəan edir, qiyamətin əlamətlərindəndir. Məscidlərin bəzənməsi, bugün görürsünüz, bütün dünyada belədir, qiyamətin əlamətlərindəndir. Həqiqi imarə, həqiqi abadlaşdırmaq, binanı gözəlləşdirmək, binanı bəzəmək yox. Allah Taala'nın zikrinin yayılması, Allah Subhanahu Taala'nın elmini öyrənməsi, sünnəni öyrənməsi, Quranı öyrənməsi, səhih sünnənin, səhih yəni yolla, səhabələrin, sələflərin fəhmi ilə, yəni əhl-i sünnənin
Peyğəmbər sallallahu əleyhi və səlləm təriqəsinin öyrənilməsi budur əsas məscidlərin ibadətləşdirilməsi. Yoxsa ki, binaları gözəlləşdirmək, insanları xuşdan çıxartmaq, zaten insanların hədisdə gəlib qiyamətə yaxın ilk gedən şey nə olacaq? Xuşu olacaq. Və bu da insanların xuşusunu aparmağına səbəbdir. Xuşu hansı ki, o xuşu nədir? O xuşu namazın ürəyidir, namazın qəlbidir. Hədisdə gəlib, hətta la təkəd tərə xaşiyan. Ola bilsin ki, qiyamətə yaxın sən deyir, məscidə girəcəksən, bir dənə xuşu içərisində Allahdan qorxan insan görməyəcəksən. Nəsəlullah səlamə. Və açıq aydın rivayət var, yenə rivayət edir. Peyğəmbər sallallahu əleyhi və səlləm məscidlərlə öyünməyə qadağan etdi. İbn Hibban rivayət edib, Şeyx Albani səhihləşdirib. Və başqa rivayətdə də var, Əbu Davud rivayət edir. Qalə Rasulullah sallallahu əleyhi və səlləm mə əmərtu bitəşyidil məsacid. Məscidləri bəzəməyi əmr etməmişəm. Məscidləri bəzəməyi əmr etməmişəm. Yəni məscidlər bu bizdən öncəki kafir millətlərin yoludur, Yahudilərin, Nəsranilərin yoludur. Onlar dinlərini dəyişəndən sonra, yəni dinlərini dəyişdilər, öz kitablardakı əməlləri tərk etdilər və məscidləri də bəzədilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, siz də onların yolunu gedəcəksiniz, siz də onların etdiyini edəcəksiniz. Və İbn Battal deyir ki, bütün bu hədislər, bu rivayətlər ona dəlalət edir, bizə göstərir ki, məscidlərin tikilməsində sünnə nədir? Qasd, orta yol. Orada şiddəti, eğuluvu, həddən artıq israfçılığı, həddən artıq həddi aşmağı qadağan edir. Bizə bu hədislər, öyünməyi və başqa şeyləri. Məscid nə olur? Yəni minarəsiz gələcək. Məscidin hündürlük məsələsi, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm gəlib, Əriş Musa. Yəni Əriş Musa hədisdə gəlib ki, tavanı Musanın məscidin tavanı kimidir. Təfsirdə gəlib ki, əlini uzadanda çatır tavana. Yəni hündür etmək, artıq mal xərcləmək, o boyda binalar tikməyin heç bir faydası yoxdur. Heç bir faydası yoxdur. Bu oxşar rivayətlər Əbu Hüreyrədən, Əbu Dərdədən, Əbu Zər, Əbu Səid və başqalarından gəlib. Onlardan rivayət olunur ki, onlar belə deyərlər. İzə hulleytum məsahifəkum və zəxraftum məsacidəkum fəddəbər aleykum. Onlar deyərdilər ki, musaflarınızı, Quranlarınızı bəzədərsiniz. Bəzəyəndə, yəni ora naxışlar çəkəndə və məscidlərinizi bəzəyəndə sizə həlak olsun, sizə həlak olsun. Yəni artıq həlak olmusunuz. Bu hal gördünüzsə, demək ki, həlak olmusunuz. Allah bizi qorusun. Rəvayət olunur ki, Ömər ibn Əbdüləziz xəlifə olanda Valid özündən qabaq ki, Validin bəzədiyi məscidin bəzəklərini sökmək istəyir. Diməşq məscidindəki, yarhamqalı. Sökmək istəyir, yəni ki, cəmi, böyük məscid idir və yəni alimlərlə məsləhətləşir və onlar deyirlər ki, bu yəni İslam düşmənlərinin əlinə alət verərsən, yəni kafirləri sevindirərsən, yəni çox adam qıraqdığına başa düşür ki, Ömər məscid sökür, Ömər ibn Əbdüləziz və o da bunu tərk edir. Məscidlərin tərk olunması səhabələrdən, Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələrdən rivayət elədik. Alimlərdən də çoxlu rivayətlər var. Necə ki, Sufyan əs-Səvri, Məlik, Əhməd ibn Həmbəl, Mərvədi və başqaları bunu şiddətli şəkildə, həmçinin İshaq ibn Rahavey, Bağavi, başqaları bunu şiddətli şəkildə inkar ediblər. Sonra 446-cı hədis buyurur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm özü istəyir, İmam Buxari buyurur, həddətənə Ali ibn Abdullah, yəni Ali Mədini, qalə həddətəni Yaqub ibn İbrahim ibn Sa'd, qalə həddətəni Əbi ən Salih ibn Keysən, qalə həddətənə Nafi' ənə Abdullah ibn Umara əxbərəhu ənə məscidə kənə alə əhd Rasulillah sallallahu aleyhi ve sellem məbniyən billəbəni və səqbuhu əl-cərid. Nafi' Abdullah ibn Umardan rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında məscidin nədən tikilmişdi? Çiy kərpicdən hörülmüşdü və damı, yəni dediyim kimi, xurma ağaclarının budaqlarından ibarət idi. Və umuduhu xaşəbu ən-nəxl. Onun dirəkləri xurma ağacının köklərindən, xurma ağacının yəni, özündən ibarət idi. Fələm yəzid fihi Əbu Bəkr şeyən. Və Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra Əbu Bəkr orada heç nə artırmadı. Və zədə fihi Ömər.
Və Ömər artırır. Və bənahu alə bunyanihi fi ahd Rasulillah sallallahu əleyhi və səlləm. Bil-labni vel-ceridi və adəl umudahu xaşəbə. Ömər artırır, yalnız nə edir? Genişləndirir, amma yenə Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında kimi dirəklərini xurma ağaclarından, çiy kərpicdən və üstünü də xurma budaqlarından edir. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məscid necə idisə elə edir, yalnız nə edir? Genişləndirir. Thumma ghayyarahu Osman, fazada fihi ziyadatan kathira. Sonra isə Osman onu dəyişir və orada böyük dəyişikliklər edir. Və bana cidarahu bil hicaretil menquşa. Və mənquş buradan gələcək uzor, yəni naxışlı ola bilsin, kəsikdənmi və yaxud da ki şeyx buyurur, yəni kəsilmiş, düz kəsilmiş divar daşlardan hörür divarını. Vel qassati yəni belə deyək, əhəngdən divarları əhəngləyir. Və ca'ala umudahu min hicaretin menquşatin və saqfahu bis-sac. Yəni dirəklərini də bəzənmiş daşdan edir, yəni bəzənmiş deyəndə, yəni burada mənquş, yəni naqş olunmuş və yaxud kəsilmiş bir təfsirdə daşlardan eləyir və dirəklərin tavanını da tik ağacı deyirlər, ərəblərdə Hind palıdı deyirlər, möhkəm ağacdır, ondan edir. Ondan edir. Və bu hədisdə də İmam Buxari məscidin tikilməsinin keyfiyyətini bizə başa salır. Peyğəmbər sallallahu əleyhi və səlləm məscidin vaxtında məscid necə idisə və sonra nə dəyişiklik varsa, onu İmam Buxari bizə bu hədislə izah edir. Osman radiyallahu anhu məscidi daşdan hörəndə ona səhabələr inkar edirlər. Ki, bəs sən Peyğəmbər sallallahu əleyhi və səlləm vaxtında olan şeyi dəyişdirirsən və Peyğəmbər sallallahu Osman bu hədislə onlara rədd verir. Deyir ki, qali innakum qad akthartum. Deyir ki, siz artıq mənim üzərimə çox gəldiniz. Və inni səmiyyət Rasulullah sallallahu əleyhi və səlləm yəqul. Mən Peyğəmbər sallallahu əleyhi və səlləm belə eşitdim. Mən bənə məscidən lillahi təala yəbtəği bihi vəchallah, bənallahu lehu beytən fil cənnə. Kim Allah Taala'nın üzünü umaraq, Allahın razılığını umaraq Allah üçün məscid tikərsə, Allah Taala onun əvəzinə onun üçün nə tikər? Cənnətdə ev tikər. Əlbəttə, yəni qeyd etdiyimiz kimi məscidi tikərkən onun əsas məqsədindən yayınmaq olmaz. Məscid nə üçün tikilir? Allah ibadət üçün və müxtəlif artıq şeylərlə, məscidi bəzəklərinlə, filan şeylərlə öz həqiqi mənasından qırağa yayındırmaq olmaz. Necə ki, indiki məscidlərə girirsən, dünya padşahlarından bir padşahın qəsrinə oxşayır. Məsciddən daha çox, Allah ibadət yerinə daha çox, yəni var dövlətli insanların qəsrlərinə oxşayır. Məscid tikilərsə Allah üçün, riyasız, Allah Taala onun üçün cənnətdə ev tikər. Necə ki, oxşar rivayət Ayşədən gəlir. Mən bənə məscidən la yuridu bihi riyaən və la sum'a. Kim məscid tikərsə, orada riya və sum'a olmayan, yəni eşitdirmək və göstərmək olmayaraq, yəni xalis niyyətlə tikərsə, Allah Taala onun üçün cənnətdə ev tikər. Burada da Allah üçün ixlasın vacibliyi göstərilir. Amma kim ki, indi edirlər, tikirlər və üzərinə lövhələr vururlar ki, filan kəsdən, bu Allah alim, əksər Allah həmişə yox, amma əksər hallarda bu ixlasın olmamağından xəbər verir. Məscid yalnız kimin üçün tikilməlidir? Allah üçün tikilməlidir. Allah Taala buyurur: "Ənəl məsəcidə lillah fələ təd'u ma'allahi ahada." Məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin. Abdullah bin Şəqiq deyir ki, "İnnəmə kânətəl məsəcidu cümmə." Deyir ki, məscidlər o bizim vaxtımızda cümmə, yəni hündür değildi. Cümmə yəni bir normal boyda idi. İndi kimi hündür değildi. Həmçinin yəni səhabələrin rivayətləri, çoxlu məscidlərinin vəsfləri var. Yəni onların rivayətləri gəlir ki, məscidləri hündür etməzdilər. İndiki olunan qübbələr, xüsusilə qübbə haqqında qadağan gəlir. Birisi ki, səhabə qübbəni Peyğəmbər sallallahu bir gün çıxır, görüb səhabələrdən biri qübbə düzəldir və sonra ona salam verir. Uzun hədisdir və ona xəbər verir ki, Peyğəmbər sallallahu bunu bəyənmədi. Onu gedib qübbəni sökür, ondan sonra Peyğəmbər sallallahu ona salam verir. Yəni bu qübbə etmək evdə icazəli deyilsə, məsciddə, indiki edilən məsciddə bundan daha övlədir. Yəni bu qeyd etdiyimiz kimi hökmü nədir? Məkruhdur və hündürlüyü də yəni xilas odur ki, yəni qasd olmalıdır, ortaya olmalıdır. Hündürlüyü də ağla batan hündürlüyü olmalıdır, insanlar rahatı olmalıdır, genişliyi həmçinin, amma
bugünkü görülən bəzəkli, nə bilim divarları naxışlamaq, yazılar yazmaq, müxtəlif şeylər, bunlar hamısı heç biri icazəli deyil. Yəni məscidlərin tikilməsində olan bidətlərdəndir. Bura mihrablar da daxildir. Edirlər indi mihrab imamların yeri. Bura minbərlər də daxildir. Bura minarələr də daxildir. Həmçinin məscidlərin bəzənməyi də bura daxildir. Ayə bilirsiniz, fi buyutin əzinəllahu ən turfə və yuzkara fiha ismuhu. O evlər ki, Allah Taala onların turfə, burada rafahın uzatmaq gəlib və Allah Taala'nın orada adı, ismi, yəni zikr olunur. Alimlər deyirlər ki, buradakı deyə bilər ki, yaxşı siz deyir ki, məscid uzatmaq olmaz, amma Allah Taala buradakı fi buyutin əzinəllahu ən turfə. Allah Taala icazə verir ki, binalar uzaldılsın. Alimlər deyir ki, burada rafə deyəndə turfə uzatmaq burada mənəvi uzatmaqdan söhbət gedir. Allah Taala'nın zikrini etməklə uzatmaqdan söhbət gedir. Və yaxud desək ki, fiziki uzatmaq da, uzatmaq yəni adi binanın yerdən qalxıb binanın adi məscidini uzatmağa qədər uzatmaqdan söhbət gedir. Yəni hündür, həddən artıq uzatmaqdan söhbət getmir. Və çoxlu bidətlər də qeyd etdik, zikr olunur. Yəni uzatmağa ehtiyac yoxdur. Bu yəqin ki, Ramazandan öncə sonuncu dərsimizdir. İnşallah növbəti dərsimiz Allah Subhanahu taala imkan verərsə Allahın izni ilə Ramazandan sonra davam edəcəyik. Allah Subhanahu taala eşidib faydalanır etsin. Subhanakallahumma hamdik, əşhədü en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.